Deməli, bugün düşmüş belə bir imtahan sualına baxaq. İki oxşar çoxbucaqlının birinin tərəfi 6-dır. Məsələn, A bərabər 6, ikincisinin isə uyğun tərəfi B-dir. Tutaq ki, B desək 10-dur. Birinci çoxbucaqlının perimetri, məsələn, P1 desək, onun perimetri nə? 42-dirsə, bizdən ikinci çoxbucaqlının perimetrini soruşur. Yəni P2-ni desək ona. Deməli, oxşar fiqurlar olduğuna görə, oxşar fiqurların tərəflərinin nisbəti elə K-yə bərabərdir, yəni oxşarlıq əmsalına, elə həm də K P1-in P2-yə nisbətinə bərabərdir. Yəni, xətti ölçülərin nisbəti bir-birinə bərabər olmalıdır. Bu qaydanı tətbiq etsək, yəni 6-nın 10-a nisbəti bərabərdir 42-nin P2-yə nisbətinə. Hər tərəfə 6-ya bölsək 7 və buradan da tənasübdən istifadə etsək P2 bərabər olacaq 70-ə Y bəndi.